Siz dünyaya gələndə ağlaya-ağlaya doğulursunuz və sizi gülə-gülə qarşılayırlar. Hər bir insan dünyaya gələndə ağlayır və ailə onu sevinclə qarşılayır. Bacarırsınızsa elə yaşayın ki, dünyadan köçəndə gülə-gülə gedəsiniz və sizi ağlaya-ağlaya yola salsınlar. Yəni buna çalışırıq, amma bilməm nə dərəcədə buna nail ola bilmişik. Hər halda ölüm qorxusundan o insanlar azad ola bilər ki, Allahla görüşə hazır olsunlar, uzaq gedə bilsinlər. Amma hər bir halda bunu da deyim sizə, ən böyük övliyalarda belə bir həyəcan var. Çünki insan bir öyrəşdiyi bir aləmdən fərqli bir aləmə köçür və o aləmə köçmə özü bir möhtəşəm bir, əzəmətli bir prosesdir və orada istər-istəməz həyəcan gəlir və bu Allah dostlarına da xasdır. Amma insanların arasında yayılmış o qorxu məncə doğru, düzgün qorxu deyil. İnsanlar ölümü tanısa və ona hazır olsalar ondan qorxmaz.